Yorusu alqışlarınızla Münsiflər heyətlərinin Uçaq İdman Klubundan ama bu üzvləri dəfə arasında Göyçaydan gələn idmançılarımızı dəvət edək. kompozisiyalara dair yəqin ki, artıq müəyyən rəy və təkliflər tədricən formalaşır və onlar bu barədə bir-birlərinə məsləhətlər də verirlər. İndi isə Göyçay Ocaq Sport Klubunun üzvləri Bəli, meydana yenidən dəvət olunurlar. Ocaq Sport Klubunun daha bir bölməsi iştirak edir və diqqət yetirsək, valideynlər də bu çıxışda iştirak edəcəklər. Bu artıq çox maraqlıdır. Bəli. Yəni valideynlər öz övladları ilə birlikdə. Çox maraqlıdır ki, bu kompozisiya necə alınacaq? Gəlin diqqət yetirək. Və 20 idmançı burada da kompozisiyanı təqdim edir. Burada ola bilər ki, yəni burada müəyyən o funksiyalar bölüşdürülsün. Bəziləri rəqs elementlərini yerinə yetirsinlər, bəzi idmançılar isə artıq gimnastika elementlərinə diqqət yetirməlidirlər. Yəni bütün bunlar eyni zamanda təqdim oluna bilər, amma ayrı-ayrı gimnastların, ayrı-ayrı idmançıların təqdimatında. Bəli, gimnastika hamı üçün növünün gözəlliyi də ondan ibarətdir ki, hər kəs öz bacarığını nümayiş etdirir. Əgər daha çox bədii gimnastika hərəkətləri edə bilirsə, məşqçi ona o hərəkəti qoya bilər. Digər uşaq isə, məsələn, 3 nəfərdən ibarət bir akrobatik element edə bilərlər. Əgər kimsə rəqs eləməyi daha yaxşı bacarırsa, bəli, məşqçi bu hərəkətləri onu tapşıra bilər. Bəli. Gördüyünüz kimi, bəziləri oturdu, digərləri akrobatik elementlər etdi. İndi valideynlər də meydana çıxırlar. Bəli. Burada artıq rəqs elementlərinə daha çox diqqət yetirilir. Amma arxa sırada dayanmır. Onlar da öz hərəkətlərini edir ki, Kompozisiya olsun. Bəli, kompozisiya tamamlansın. Mənə elə gəlir ki, həm tamaşaçılar, həm də münsiflər heyətinin üzvləri arasında məhz belə kompozisiyalar daha çox maraq doğurur. Valideynlər və övladlar bir yerdə. Düşünürəm ki, bəli, çünki gimnastika hamı üçünlə məşğul olmaq üçün də bir motivasiya kimi dəstək ola bilər bu valideynlərin çıxışlarını görmək. Daha da çox sevindirici bir haldır. Biz hazırıq, Daha bir növbəti komandamız da hazırdır. Əgər siz də hazırsınız. Rəqs başa çatdı.